Kahraman Şahlar. Salamlar hər birinizə, başladı şair sözə. Belədir mənim söhbətim, yetişdirib millətim. İgid qəhrəmanları, şəhid qəhrəmanları. Torpaq üstə qan gedib, gör nə qədər can gedib. Demək çətindir dildə, 92-ci ildə. Qəmli gözlərim ağlar, döyüşmüş bu qoçaqlar. Yad eləyək təhsini, həm də şəhid Axşini. Çətin döyüş sınaqda, can qoyub Qarabağda. Söhbət onlardan gedir, yad edirik bir-bə-bir. 44 günlük döyüşdə, yandırıb cənər işdə. Deyərəm İskəndəri, mən o vətən pərvəri. Xatirimdə amba-an, saxlamışam hər zaman. Özüm tutmuyub ucuz, bizim şəhiddi Murtuz. Adları diqqətdədir, hər biri hörmətdədir. Antiterror əməliyyat, orduya vermiş həyat. Yadda qalıb hər biri, gərək deyim zahiri. İgid qəhrəman idi, dəyərli insan idi. Onları çıxarma yaddan, xüsusi təyinatdan. Qeyd edim bunu hökman, dəniz pişiydi Mişman. Elvin idi onun adı, əziz vətənin övladı. Hörməti ilə xətirlə, biz demişik fəxirlə. Döyüşən igidlərimizə, bütün şəhidlərimizə Allah rəhmət eyləsin, yerin cənnət eyləsin. Yenə darıxdı ürəyimiz, Tanrı olar köməyimiz. Gərək çatdırım sənə, Səid deyib yaz mənə. Yad elə aslanları, qəhrəman oğlanları. Mən də yazdım ad olsun, ruhları qoy şad olsun. Belə deyildi şairə, bu da məndən xatirə.